Salam, gəlin Azərbaycanda bir şirkətin ləğv edilməsinin hüquqi tərəflərinə nəzər salaq. Bəs bu proses əslində necə işləyir? Gəlin məcəllənin 63-cü maddəsinə addım-addım baxaq. Proses əsasən 5 mərhələdən ibarətdir. Gəlin başdan sona bütün vacib addımları izləyək. Hər şey ləğvetmə komissiyasının təyin olunması ilə başlayır. Bütün prosesə məhz onlar rəhbərlik edir. Təyinatdan sonra komissiyanın cəmi 10 günü var ki, şirkətin ləğvi barədə ilk elanı versin. Amma bu bircə elanla bitmir. Ümumilikdə 3 dəfə elan verilir ki, hamı xəbərdar olsun. İlk elandan sonra isə kreditorların öz tələblərini bildirmək üçün ən azı 60 gün vaxtı olur. Bu ilkin tarixlər çox kritikdir. Gəlin indi də dövlət orqanlarının məlumatlandırılmasına baxaq. Deməli, komissiya 15 günə bu sənədləri toplayıb dövlət qeydiyyat orqanına təqdim etməlidir. Qeydiyyatdan keçən kimi şirkətin adının və möhrünün yanına ləğv prosesindədir sözləri əlavə olunur. İndi isə komissiyanın əsas işi başlayır. Maliyyə öhdəliklərini və şirkətin bütün işlərini idarə etmək. Yaxşı, bəs komissiya kreditorun tələbi ilə razılaşmasa nə olar? Bunun da bir yolu var. Bu halda kreditor məhkəməyə müraciət edə bilər. Qərar çıxana qədərsə, həmin pul saxlanılır. Bəs şirkətin borcları əmlakından çoxdursa, bax bu vəziyyəti tamamilə dəyişir. Bu zaman ləğvetmə dərhal dayanır və bunun əvəzinə müflisləşmə prosesi başlanır. Kreditorların tələb müddəti bitdikdən sonra komissiya aralıq ləğvetmə balansını hazırlayır. Bu balans şirkətinin aktivlərini, kreditor iddialarını və borclarını göstərən ilkin bir mənzərədir. İndi gəlin aralıq balansla yekun balans arasındakı fərqə baxaq və prosesin sonuna doğru gedək. Kreditorlara ödəniş ediləndən sonra komissiya sürətlə yekun balansı hazırlayıb təsdiqləməyə göndərir. Bundan sonra isə qalan əmlak təsisçilər arasında nizamnaməyə uyğun və ya dövlətə təhvil verilir. Bütün maliyyə işləri bitəndən sonra komissiya dövlət qeydiyyat orqanına son sənədləri təqdim edir. Reyestrdə müvafiq qeyd aparılan kimi hüquqi şəxsin fəaliyyəti rəsmən bitmiş sayılır. Bu qeyd aparılandan sonra şirkət rəsmən bağlanır. Amma hekayə həmişə burada bitməyə bilər. Bəs birdən şirkət bağlandıqdan sonra yeni bir əmlaki üzə çıxsa, onda necə? Qanuna görə məhkəmə işi yenidən aça, yeni komissiya təyin edə və yalnız bu yeni əmlakı bölüşdürə bilər.